Allah huzurunda insan təkliyi hiss eləyəndə zənginləşir. Allahı kənara qoyub təkliyi hiss eləyəndə insan küskün olur. Allah üçün yaxşı olmasan təkəbbür olacaqsan. Deyəcəksən ki, mənim qədrimi bilmədilər. Mən nə qədər yaxşılıq elədim, əlimin duzu yoxdur, nə filan şey yoxdur, cəmaatdan küsəcəksən, incəcəksən. Allah üçün yaxşılıq elədikcə daha da borclu olacaqsan, həm insanlara, həm Allaha. Bir yerdə özünlə mübarizə aparanda gözü qaldır, deyən ki, sənə görə elədim, minnət yox ha. Yəni, mən səni istəyirəm, ona görə bunu eləmədim. Onu bir dənə deyin özünüzə. Mən səni istəyirəm, ona görə. Sən özünlə mübarizə aparsan, hansısa ləzzətə yox deyirsən, düzdür? Deyirsən ki, bunu eləmirəm. Nəfs istəyir, o ləzzəti sən vermirsən. İndi bu ki, ləzzəti vermədin, yeri boş qaldı axı. Yeri boş qalanda qəzəbə çevrilir. Amma Allahı qatanda məsələyə, Allah üçün eləyəndə, Allah deyir, sən buna ki, yox dedin, mən onun yerini daha artığı ilə doldurdum.